Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər, əziz 11-ci sinif şagirdləri. Mən Araz müəllim bu gün sizlərə 16 noyabr 2025-ci il tarixində OTK-nın təşkil etdiyi buraxılış sınaq imtahanından riyaziyyatın suallarının izahlarını paylaşacağım. İnşallah zəhmət olmasa video başlamazdan əvvəl videoyu bəyənib kanala abunə olmağı unutmayasınız. Bəli, başlayalım birinci sualdan. Deyir, 2 rəqəm ədədin rəqəmlərinin cəmi 12-yə bərabərdir. Yəni uşaqlar, 2 rəqəmli ədədi AB kimi işarə edən rəqəmlərinin cəmi A üstələk B 12-yə bərabərdir. Bu ədədin onluqlarını göstərən rəqəm, yəni A, təkidləri göstərən rəqəm, yəni B-nin 50%-nə bərabərdir. Buradan ixtisar etsə, A bərabər B bölə 2 alarıq. Buradan alarıq B bərabər 2-aya. Bəli, deməli B 2-aya bərabərdir. Tənlikdə yerinə yazaraqsa, burada B-nin yerinə 2 yazsaq, A üstələk 2A bərabərdir 12-yə, 3A bərabərdir 12-yə, A-ya almış olaraq 4. A-ya 4 aldıq, sonunda B də 2A bərabərdir. B-yə də alarıq 8. 2 rəqəmlə ədədi sorur. 2 rəqəmlə ədəddə AB idi də, yəni cavab 48, yəni cavab C variantı. Növbəti suala baxırıq. Nə deyir növbəti sualda? 15 üstündə n ədədinin natural bölənlərin sayı 25-ə bərabərdir. Əvvəlcə biz bunu sadə vuraqların hasil şəklində yazaq. 3 üstəyə vuraq 5 üstəyə şəklində yaza bilərik. Bunun deyir bölənlərin sayı 25-dir. Bölənlərin sayını tapmaq üçün, yəni natural bölənlərin sayını tapmaq üçün əsasların üstündən xətt çəkirdik. Qüvvətlərin üstlərini 1 əlavə edirdik. N üstələk 1 vuraq, n üstələk 1 bərabər 25-ə. Burada alarıq n üstələk 1-in kvadratı bərabər 25-ə. N üstələk 1-i alarıq. Müsbət mənfi 25 alarıq. Biz isə müsbətini götürməliyik. Çünki natural ədədlərdən gedir söhbət. N-ə də alarıq 4. N-i tapın, cavab E variantı. Növbəti suala baxırıq uşaqlar. Deməli nə deyir? 1 çıx 4-də 1 vuraq. 1 çıxaq 9-da 1 vuraq. 1 çıxaq 16-da 1 vuraq nəhayət 1 çıxaq 225-də 1-ə. Faydasının qiymətini hesablayaq. 1 çıxaq 4-də 1 kvadratlar fərqi kimi yaza bilərik. 1 çıxaq 2-də 1 vuraq. 1 üstə elə 2-də 1 vuraq. 1 çıxaq 9-da 1 yazacaq. 1 çıxaq 3-də 1 1 üstə ilə 3-də 1 vuraq. 1 çıxaq 16-da 1 kvadratlar fərqi kimi 1 çıxaq 4-də 1 1 üstə 4-də 1 yaza bilərik. Və nəhayət biz uşaqlar 1 çıxaq 225-də 1-i də 1 çıxaq 15-də 1 1 üstəlik 15-də 1 kimi yaza bilərik. Bərabərdir. 1-dən 2-də 1 çıxaq 2-də 1 eləyər. Vuraq. 1 üstə 2-də 1 gəlsək 1 tam 2-də 1. Onu da düzgün olmayan kəsə çevirsək 2-də 3 eləyər. Vuraq. 1-dən 3-də 1 çıxsaq 3-də 2 eləyər. Vuraq. 1 tam 3-də 1 eləyər toplasaq. O da 3-də 4 deməkdir. Vuraq. 1-dən 4-də 1 çıxsaq 4-də 3 vuraq. 1 üstə 4-də 1 gəlsək 4-də 5. Vuraq nöqtələr. Nəhayət 15-də 14. Vuraq 15-də 16-ya. Bərabərdir uşaqlar. İndi bax, biz burada görürük uşaqlar. İkinci ifadədən başlayaq bir-birinin qarşı tərs ədədləri yaradırlar. 2-də 3 ilə 3-də 2, yəni ixtisar gedirlər bu şəkildə. 4 ilə 3 bu şəkildə. Buradakı 4 ilə burada bir 4 var, o gedər. Buradakı ilə də bu gedər. Çünki orada 5-də 4 var. Və nəhayət burada 15-də 14 ilə də bundan əvvəldə 14-də 13 olduğuna görə ixtisar gedər. Buradakı da bundan. Bir dənə cavab qalar. 2-də 1 vuraq 15-də 16-ya. Bunu da ixtisar aparsa uşaqlar 8-də cavab verir 15-də 8. Burada biraz yaxşı düşmüşdür. Cavab A variantı uşaqlar. Növbəti suala baxarıq. 34-cü suala baxırıq. Deyir, x çıxaq 2 sayda işçi, x çıxaq 2 sayda işçi bir işi 12 saata görür. 12 saata. X çıxaq 6 sayda işçi
Həmin işi eyni məhsuldarlıqla 18 saata görür. X ədədini deyir tapın. Sonra burada tərs asıldı. Tərs asıldı olduqda biz qarşı-qarşıya vururuq. Çünki işçilərin sayı artdıqda iş tez qurtardığına görə zaman azalır. Ona görə tərs asıldır. Yəni bu şəkildə vurarıq. 12 vurulmuş x çıxaq 2-yə bərabər 18 vuraq x çıxaq 6-ya. Hər tərəfi 6x çarparsaq 3, burada 2 qalar. Mörtəzi vurvarsaq 2x çıxıq 4 bərabər 3x çıxaq 18-ə. X də bərabərdir 14-ə. Bəli, cavab E variantı. Bəli, sualı köçürdük. Deməli, sürətdən biz A üstü 3-ü mörtəzə xaricinə çıxardaq. Onda burada qalar A üstü 6 üstəlik 1. Yəni mörtəzi vurub atsaq, eyni ifadəni almış olarıq. Məxrəci saçalar, orta məxrəc gətirəyin. Orta məxrəc A-dır. Sürətli olaraq A kvadrat üstə gələk 1. Vuraq. Eyni qaydana ikinci ifadənin də məxrəcini A kvadratına gətirsək, A üstü 4 üstə gələk 1 çıxaq A üstü 2 alarıq. Bərabərdir. Deməli uşaqlar, A üstü 3 olduğu kimi saxlayağım. Biz burada A üstü 6-yı yaza bilərik. A üstü 2-nin kubu üstəlik bir də 1-in kubu. Belə yaza bilərik. Məxrəci də eyni məxrəcdə yazsaq, məxrəci məxrəcə vurarıq, sürət isə sürətə vurular. A üstü 2 üstəlik 1, A üstü 4 üstəlik 1 çıxaq A kvadrat. Bərabərdir. Sürətdə A üstü 3-ü saxlayaq inşallah. Bax, bu ifadəni kublar cəmi kimi açarıq. Yəni, onların cəmi vuraq fərqin natamam kvadratına. Çıxaq A üstü 2 üstəlik 1. Məxrəc də olduğu kimi yazarım. A üstü 2 üstəlik 1. A üstü 4 üstəlik 1 çıxaq A kvadratı. Şöyle artıq buradan bax bu ifadələr ixtisar gedər. Buradakı A üstü 3 də sürətə qalxar. A üstü 3 də A üstü 3-ə vursaq A üstü 6 eləyər. Yəni cavab D variantdır. Növbəti suala baxın. Çevrə sualı uşaqlar. Çevrə sualına baxırıq. Şəkili yenə özüm səlqəli çəkim ki, daha yaxşı izah edə bilək. Görürük ki, bunlar toxunanlardır da. Deməli, sualı çəkdik. D, F, bura 75 dərəcə veribdir. Bura E, bura A, bura da alfa. Bizdən alfanı soruşur uşaqlar. Deməli, görürük ki, A nöqtəsindən 2 dənə toxunan çəkilibdir. Biz bilik toxunanlar bərabərdir. Burada uşaqlar F bucağı daxilə çəkilmiş bucaqdır. Onda bura 150 dərəcə olar. Çünki daxilə çəkilmiş bucaq sökəndi qövsünün yarısına bərabərdir. Bir də belə bir qayda var ki, alfanın 150-nin cəmi 180 dərəcəyə bərabər olmalıdır. Onda alfalarıq 30 dərəcə. Yəni C variantı. Növbəti suala baxırıq. 37-ci suala. Yenə şöyle şəkili çəkəyin. Bu şəkildə. Belə. Deməli, bura A, B, D, E və burada da belə bir xətt çəkilib. İndi xətti oxuyaq görək bu nədir? Nə deyir? AB DY-yə paraleldir. Baxın, bunlar paraleldir. Bir də deyir ki, BC-lə də FD paraleldir. Bunlar da qeyd eləyək belə. Bunlar bir paraleldirlər. ABC bucağı 110 dərəcədir. Bax, bura 110 dərəcədir. Bura qeyd elədik 110 dərəcə. Bizdən EDF soruşur. EDF bizdən baxın bu bucaq soruşur. Bu bucaq. Biz belə olan halda nə edirik uşaqlar? Biz belə olan halda paralelləri uzatmalıyıq. Əvvəlcə bu paralellə DE-ni uzatdıq. Bu şəkildə. İndi biz baxırıq ki, burada daxili bir tərəfli bucaqlar yaranmışdır. Əgər paralellik şərti verilibsə də, bunlar paraleldir belə.
Onda 110'la buradakı bucağın cəmi 180 olmalı. Demək bura 70'dir. Onda burada 70'dir. Qarşı bucaqlar bərabərdir. İndi növbəti paralellərə baxalım. Növbəti paralellər uzadan bu şəkildə. Belə. Bəli, burada artıq uşaqlar, bax, bu xətti belə bir siləsi olsa, baxın, bax, bu xətti belə siləsi ola bilsək. Baxın, burada iki paralel düz xəttdir. Bax, bu paralellə, bax, bu paraleli görürsünüz. Bax, bu isə onun kəsəndir də. Artıq burada uyğun bucaqlar yaranır, gördünüz. Uyğun bucaqları bir-birinə bərabərdir. Cavab 70 dərəcə, yəni A variantıdır. Növbəti suala baxırıq. 38 sualara. Euler-Venn diaqramına əsasən şişdirilmiş hissənindir. Təyin edək. Şöyle baxırsınızmı? Bax, şəklin üzərində izah. Bax, bu hissə A-la B-nin kəsişməsidir də, düzdür? Bu hissədə yenə A-la C-nin kəsişməsidir. Və bunların birləşməsi. Bunu da bu şəkildə yaza bilərik uşaqlar. A kəsişir B-lə C-nin birləşməsi. Yəni cavab C variantı. Növbəti suala baxaq. 39-cu suala. Deməli, deyir ki, ABD bucağı 70 dərəcə. ABD, bax, bura 70 dərəcə. Şəklin üzərində izah etməyə çalışıram. Deyir ki, DC parçası BDY-nin təmrəni. Bax, buranın təmrəni imiş. Alfa yazdıq. Bizden bucaq DCK-nı soruşur. DCK, bizden bax, bu uzağını soruşur. Və bir dənə sual işarəsi yazaq. Şöyle burada göründüyü kimi bu 70'dirsə, bax, bura 70 olarsa, daxili çarpaz bucaqlar bərabər. Yəni bura ümumilikdə 70'dir. Daxili çarpaz bucaqlar bərabər olur. Təmrən olduğuna görə onda bura olurmu? 35-35. Qeyd edək 35-35. İndi bax, buradakı yerindən burada bir dənə kəsən var. Hamı görür. Bura bu 35, buradakı 35 ilə bax, bu 35 bərabər olur. Daxili çarpaz bucaqlar. Buna qonşu olan bucağı da taxmaq üçün 180-dən 35-i çıxarıq. Cavab deyilər 145 dərəcə. Yəni cavab C variantı. Deməli, baxırıq 40-cı suala. 40-cı sualda nə deyir? Deməli, 8-ci dərəcədən 8 çıxaq 2 kök altında 15. Vuraq 4-cü dərəcədən kök altında 5 üstəlik kök altında 3. İfadəsinin qiymətini tapın. Baxan uşaqlar, maraqlı sualdır. Biz bu misalı həll etmək üçün köklərin dərəcələrini bərabərləşdirək, daha rahat olmaq üçün. Birinci kökü olduğu kimi qalsın. Onda ikinci kökü də uşaqlar 8-ə gətirmək üçün bura 8 yazırıqsa da, yəni buranı 2-yə vurursa, bunun qüvvətini də 2-yə vurarıq. Bu şəkildə. Bunda kvadrata yüksəlsək, bir kökün altında yazırıq. Artıq köklərin çünki dərəcələri eynidir. 5 üstəlik 2 kök altında 15 üstəlik ikinci də kvadratı 3 bərabərdir. 8 çıxaq 2 kök altında 15 8 üstəlik 2 kök altında 15 almış olarıq. Bərabərdir. 8-ci dərəcədən. Deməli uşaqlar, burada da kvadratlar fərqi alınır. 8-in kvadratı 64 çıxaq 2 kökdə 5-in də 2 kökdə 15-in də kvadratı eləyər 60. Bərabər 8-ci dərəcədən 4 eləyər. 8 ilə 4-ə 2-nin kvadrat kimi yazsaq 8 ilə 2 xısa getsə 4-cü dərəcədən kök altında 2. Yəni cavab E variantı alarıq. Növbəti suala baxırıq. 41-ci suala. Deməli şöyle bax, burada nə verilibdir? Bir dənə üst bucaq. Təkək şəkli A, B, C, H və burada B-yi çəkilib. Görək nədir bunlar? Deməli deyir BH AC-yə perpendikulardır. Qeyd elədik. Sonra deyir bucaq AB-yi, yəni bu bucaq
EBC bərabər. Yəni tənbülən də var burada. Deməli bu tənbülən imiş uşaqlar. Bu isə hündürlüyü imiş. A bucağı 70. C bucağı 60 dərəcədir. Bizdən HB yeni soruşur. HB yeni. Baxın bizə bax bura soruşur. Bura. Bura bu şəkildə tənbülən idi. Uşaqlar biz bilirik ki bucaqların cəmi 180-dən. Onda bucaq yeni tapmaq üçün 180-dən biz çıxmalıyıq. 70-ən 60-ın cəmini. 180-dən 130 çıxsaq 50 eləyər. Demək B bucağı 50 imiş. B bucağı 50-dirsə, onda tənbülənin xassəsinə görə 25 bura düşər. 25 də bu hissəyə ümumi düşər. Hələ oranı yazmırıq. Artıq onda mən bu bucağı tapa bilərəm. Bu bucağa baxsaq və ya da siz əvvəlcə bunu tapın, başa düşməniz üçün. Bax, bu bucağı tapan. Bucağın daxil bucağın cəmi 180 dərəcədir. 25 ilə 60-ı toplasaq 85 eləyər. 180-dən 85 çıxsaq eləyər 95. Baxın, bura 95-dir. Onda buna qonşu olan bucaq 85 olur. Artıq buradakı x-i tapa bilərik. Buradakı bax bu üç bucaqlarının cəmini 180-ə götürməklə tapa bilərik. Burada 90 dərəcədir də. Onda deməli 85 ilə x-in cəmi də 90 olmalıdır. Cavab eləyər 5 dərəcə. Yəni D variantı. Növbəti suala baxırıq. 42-ci suala. Deməli nədir? 2x kvadratı çıxaq nx çıx 9 bərabər 0. Tərin köklənən biri 3-dür. Sonra tərin köklənən biri 3-dürsə, V teoreminə girib əziyyət çəkməyə ehtiyac yoxdur. X-in yerinə 3 yazın, çıxsın gəlsin. X-in yerinə 3 yazsaq, 2 vuraq 9 çıxaq, 3n çıxaq 9 bərabər 0. 18 çıx 3n çıx 9 bərabər 0. 3n bərabərdir 9-a. N-ə də alarıq 3. Harasa səhv etmədik ki, bir dən baxaq uşaqlar. Bəli, düzdür uşaqlar. Biz N-i tapdıq, amma bizim tənliyin digər kökünü soruşur. Onda paraq yerinə yazaq. 2x kvadratı çıx, N-i yerinə 3 yazsaq 3x çıxaq 9 bərabər 0. İstəsəniz bunu diskriminant yolunda gedə bilərsiniz. Digər kök tapmaq üçün. İstəsəniz V teoremindən də. Mən V teoremindən gedirəm. Hətta 2-yə bölürəm. Çevirmiş kvadrat yəni gətirmək üçün. Çıx 1,5x çıx 4,5 bərabər 0-a. Bizim tənliyin köklərin hasilini -4,5 veribdir. Kökün biri isə 3-dür. Siz yerinə 3 yazsaq, onda digər kökü tapmış olarıq. 4,5 də -4,5 3-ə bölsək, -1,5. Yəni E variantı. Növbəti suala baxırıq. Deməli, deyir A kvadrat üstəlik B kvadratı bərabərdir 34-ə. A vuraq B də 15-dir. A üstəlik B cəmindir. Tapın. Deməli, bizdən A üstəlik B-ni soruşur. Mən bu ifadəni köməkçi müxtəsər vurma üstünə yığaram. A üstəlik B-nin kvadratı çıx KB yazarıq. Bərabərdir 34-ə. Deməli, A üstəlik B-nin kvadratı çıxaq. AB-nin yerinə bizdə 15 verib də. Buna əvəzinə 15 yazsaq, 2-yə də vursaq 30, bərabər 34-ə. A üstəlik B-nin kvadratını aldıq 64. Hər tərəfdən kvadrat kök alsaq, müsbət mənfi 8 alarıq. Bizdən səçələr müsbətini soruşur. Ona görə cavab 8. E variantı. Çünki müsbət soruşur bizdən. Növbəti suala baxaq. Deməli, şəkili yenə qeyd edəyim. ABC 3 bucağında B bucağı ümumilikdə 90 dərəcədir. Yəni düz bucaqlı 3 bucağıymış. Buradan hündürlük çəkilibdir. D. Nə deyir? Deyir AD. Yəni siz bura bir M yazaq, N yazaq, H yazaq. Burada A olsun, B olsun. Proyeksiya düsturlarına gəlir. Bizə deyir AD, yəni M vurulmuş DC N-ə vurulmuş H-a bərabərdir 125-ə. Bizim belə bir düstur var. H kvadratı bərabərdir M vuraq N. Buradakı M vuraq N-in yerinə biz H kvadratını yazsaq, vuraq H bərabər 125-ə.
H kubu bərabər 125. H-ı da alarıq. Nəyin kubu 125 eləyir? 5'in. Bizdən elə bunu soruşur. Dəş olar. Cavab da oldu 5. Növbəti suala baxaq. 45-ci suala. Yeri gəlmişdən sonra suallar həqiqətən də əvvəlki sınaqlara baxanda nisbətən daha mürəkkəb suallardır. Deməli, deyir 3 vurulmuş NA bərabərdir NB-yə. Sonra N A-la B-nin fərqi bərabərdir 5'ə. Deyir N B-lə A-nın fərqi də 19 olarsa bizdən kəsişməsinin elementlərinin sayını soruşur. Ən rahat üsul uşaqlar dairə usuludur. Eləyir dairələrini çəkək. Deməli AB. Bizə nə deyir? A-nın B-nin fərqi 5'dir. A-nın B-yə fərqi buradır. B-nin A-ya fərqi 19'dur. Bura X-dir. Nə deyir bizə? Deyir 3 vurulsun NA. NA. Yəni 5 üstəlik X. Bərabərdir deyir B-nin elementlərinin sayını. Yəni X üstəlik 19'a. Burada 15 üstəlik 3X bərabərdir X üstəlik 19. 2X bərabərdir 4. X-ə də almış olarıq 2. Bizdən sonra kəsişməni soruşur. Elə kəsişmə də X-dir də. Kəsişdiyi yer burada. Cavab da oldu 2. Deməli, növbəti suala baxırıq. Usta deyir, usta 10 detalı 3 günə görür. Ondan sonra bir günə bu, usta bir günə 10 bölək 3 detal hazırlayar da. Yəni 10 bölək 3 detal hazırlayar bir günə. Bunu yadda saxlayaq. Bir deyir şagirdi. Şagirdi deyir uşaqlar, şagirdi. 10 detalı 5 günə. 10 detalı 5 günə hazırlayır. Onda bir günə 10'u bölərik 5'ə 2 detal hazırlayır. 2 detal. Ondan sonra usta və şagird birlikdə bir günə neçə detal hazırladığını tapar. Yəni hər ikisi birlikdə 2'də 10 üstəlik 3'də 10 daha doğrusu 3'də 10 üstəlik 2 detal. Yəni bu da eləyər 3'də 16 detal hazırlayır. İkisi birlikdə. Bizə deyir 560 detalı neçə günə hazırlayırlar? Yəni 560'ı bölməliyik 3'də 16'ya. 560'ı vurarıq 16'da 3'ə. Deməli, burada ixtisarlarımızı aparalım uşaqlar. 16 ilə 535 qısa getsə 35 qalar burada. 16 ilə 560 qısa getsə 35 3'ə vursa 105 günə. Cavab 105 gün. Növbəti suala baxaq. Deməli 47. Kök altında 3 üstəlik kök altında 15 çıxaq kök altında 2 çıxaq kök altında 15. Məxrəcdə isə kök altında 3 çıxaq kök altında 2 vuraq kökdə 5 çıxaq 1. Şöyle təxmin olaraq bu sualın bax bu birinci hissə bunun qoşmasını verəcək. Buna görə həqiqətən də eləmə olur. Deməli, bax əvvəlcə bu iki hissəsindən kök 3-ü mötərizə xaricində çıxardam. Kök 3-ü mötərizə xaricində çıxarsa burada qalar 1 üstəlik kökdə 5. Çıxaq. Bu ikisindən də kökdə 2 mötərizə xaricində çıxır. Burada kökdə 10 imiş. Kökdə 2 mötərizə xaricində çıxarsaq 1 üstəlik kökdə 5 eləyər. Məxrəc olduğu kimi qalsın. Vurulmuş kökdə 5 çıx 1'ə bərabərdir. Deməli, buradan ortaqlar 1 üstəlik kökdə 5'i götürsək, yerdə qalar kökdə 3 çıxaq kökdə 2. Məxrəcdə kökdə 3 çıxaq kökdə 2. Vuraq kökdə 5 çıxaq 1'ə. Bəli, demişdim axı 1 üstəlik kökdə 5, yəni bunun qoşmasını verər. Buna qoşmasını çalar. Elə bir kökdə 5 üstəlik 1'i kökdə 5 çıxaq 1'i vursaq 5 çıxaq 1 eləyər, o da 4. 48'ə baxırıq. Deməli, A üstəlik B'nin kvadratı 4AB-yə bərabərdir. Bizdən deyir, A çıx B üstəlik 4'ü tapın. Ondan sonra biz bu ifadəni A çıx B'nin kvadratına yığmalıyıq ki, biz bunu ala bilək.
Onda açıq B-nin kvadratı yazsaq, üstdə gələcəklər. Biz bura 4AB əlavə etməliyik ki, açdıqda bu ifadəni ala bilək. Bərabər 4AB-yə. Və niyə? Çünki biz bax bu yuxarıdakını açanda müsbət 2AB yaranır. Burada isə açanda mənfi 2AB yaranır. Düzdür? Kimisilər. Üstə müsbət 4AB gəlməliyəm ki, mənfi 2AB ilə müsbət 4AB böyütən kiçisindən müsbət 2AB eləsin. Onda buradan A çıxaq B-nin kvadratı bərabərdir 4AB-nin sağ tərəfə keçsə 0. A çıxaq B aldıq 0. Yəni bu nəvədən 0 yazsaq, 0-ın üstə 4 gəlsə cavab 4 eləyər. 49-a baxırıq. Deməli, A kvadrat üstəlik B kvadratı bərabərdir 6AB-yə. A da 0-dan böyük, B də 0-dan böyük. Bizdən soruşur A üstəlik B bölünmüş A çıxaq B-yə. Burada hətta A B-dən böyükdür, o da 0-dan böyükdür. Bunu daha rahat yolunu eləmək üçün mən bunu dərs kök altına sala bilərəm. Onda hər ikisi kvadrat kimi girir kökün altında. Çünki bunu əmliklə ona görə sala bilirəm ki, hər ikisi müsbətdir. Onda biz açsaq uşaqlar, gör nə olur. Üstət eləcək A kvadratı, üstəlik 2AB, üstəlik B kvadrat. Məxrəcdə A kvadratı çıxaq 2AB, üstəlik B kvadrat. Bərabərdir. Burada uşaqlar A kvadrat, üstəlik B kvadratın yerinə 6AB yazarıq. 2AB də burada eləyər 8AB. Məxrəcdə yenə bunun əvəzinə 6AB-ni yazsaq, 2AB ilə çıxsaq 4AB eləyər. Buradan AB-lər ixtisar gedər, kök altında 8 ilə 4-ə bölsək, kök altında 2 eləyər. Cavab kök altında 2. Növbəti suala baxırıq. 50-ci suala. Deməli, bizdə deyək ki, perimetri 60 olan hər hansı bu fiqur verilib. ABC, ADF və DC'ye eşitbucaqlar bərabər tərəflidir. AC parçasını tapın. Deməli, biz onda bunu necə eləyərik? Elə şəklin üzərində izah etməyə çalışıram. Bu balaca eşitbucağa baxsaq, bunun tərəfləri bərabər tərəfli edəcək x, x, x yazarım. Kiçiyə də şöyle y, y, y yazarım. Bizdə böyük eşitbucaq da bərabər tərəflidir. Əgər AC tərəfinə artıq x üstələ y yazmışıqsa, onda AB də x üstələ y olar. BC də x üstələ y olar. Biz bunları deməli bu fiqurun perimetri deyir 60'dır uşaqlar. İndi burada bir maraqlı bir məqam var uşaqlar. Bu fiqurun perimetrini tapdıqda AC tərəfini götürməməliyik. Çünki AC tərəfi artıq bu fiqurun tərəfi deyil. O artıq fiqurun daxilində qalıbdır. Bizdə bax bu fiqurun perimetri dedikdə biz haranı götürməliyik? Bir dənə deməli, bax AB-ni götürməliyik, BC tərəfini götürməliyik, EC-ni görə bildiyimiz yerə DY, DF və AC-ni götürməliyik. Yenə deyirəm, bax bu ortada qalan AC fiqurun tərəfi deyil, yəni perimetrinə daxil olmayacaq ona. Ona biz bunu həll eləsək, baxın x üstələ y burada, x üstələ y burada, hamısını toplayalım. Yəni AB tərəfi x üstələ y, üstələ BC tərəfi x üstələ y, üstələ EC tərəfi y, üstələ DY yenə y, üstələ FD x, üstələ AF yenə x. Bu 60'a bərabərdir. Yəni uşaqlar, bunları sadələşdirək. 4x üstələ 4y eləyər. Bərabərdir 60'a. X üstələ y alırıq 15. Bizdən də AC-nin uzunluğunu soruşur. Uşaqlar, elə AC-nin uzunluğu 15 oldu. Bəli, cavab 15'dir uşaqlar. 51-ci suala baxırıq. Deyir ki, aralarındakı məsafə 960 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Onlardan birincisi bu yolu 16 saatdə gedər. Demək, birincisi 16 saatdə gedir. İkincisi isə 14 saatdə gedir də bu yolu. Ona görə bunlar birlikdə bu yolu neçə saatdə gedər? 1 saatda birinci avtomobil 16'da bir hissəsini gedər. İkinci avtomobil 14'də bir hissəsini gedər. Burada deməli ortaq məxrəc tapsaq, 16 ilə 14'ün ortaq məxrəci deməli 16 vuraq 7 eləyər. Yəni bu eləyər 112.
112'yi 16'ya bölsək 7, üstəlik 112'yi 14'ə bölsək 8, 112'də 15 hissəsinin bir sada gedərsə uşaqlar, onda 15'də 112 sağda bunlar birlikdə bu yolu qət eləyərlər. Deməli, birinci avtomobildə təklikdə 960 kilometr yolu 16 saata gedirdi. Onda görək bunun sürəti nə qədərmiş? 960'ı bölərik 16 eləyir 60 kilometr saat. Onda biz 60'ı da vuraq. Deyir, birinci avtomobil görüşü nə qədər yol gedər? 60'ı vurar 15'də 112'yə. İxtisar aparsaq 448 kilometr. Növbəti suala baxırıq. 52-ci suala. Nə deyir? Qonşu bucaqlardan biri digərinin ölçüsünün 3 misli. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Qonşu bucaqlar çəkək uşaqlar. Birinə x yazaq, birinə y yazaq. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Sonra nə deyir? Deyir, birinin dərəcə ölçüsünün 3 misli. Yəni, misal üçün, y-in 3 misli və ya da x-in 3 misli. X-in 3 misli bərabərdir y-in 2 mislinə. Yəni, 2y-ə. Bu bucaqları tapın. Sistem tənli yanıldı uşaqlar. Deməli, buradan istəsəniz y-i taparıq ikinci tənlikdən 1,5x. Birinci tənlikdə yerinə yazalım. 1,5x bərabər 180-ə. 2,5x bərabər 180-ə. X də bərabər 180-ə də bölərik 2,5-ə. X də bərabərdir 72 dərəcə. Bu bucaqları tapmışlar. Biri 72 isə də onda y də 108 dərəcə eləyər. Növbəti suala baxalım. 53-cü suala. 180 kiloqramlıq 20% duz məhlulunda. Şöyle yeri gəlmişkən mən bu duz məhlullarını kanalda izahını vermişəm. Oradan baxa bilərsiniz. Daha yaxşı başa düşməniz üçün. Deməli, deyir ki, 180 kiloqramlıq, baxın, 180 kiloqramlıq 20% duz məhluludur. Nə qədər buxarlandıraq ki, şöyle təbii ki, buxarlananda yalnız su. Nə qədər su buxarlandıraq ki, suyun da tərkibində faizi, yəni spirti, yəni duzu 0 olur. 0%. Bərabər olsun deyir. Neçə faiz olsun? 24% olsun. Onda burada 180'dən də x-in çıxsaq, 180 çıxaq x qalar. Bunda qaydası budur. Rahat bir üsul. 180 vuraq 20, çıxaq, x vuraq 0 eləyər 0, bərabərdir. 24 vuraq 180 çıxaq x-a. Deməli, 180-i 20'yə vursaq 3600 bərabərdir. 24 vuraq 180 çıx x-a. 180 çıx x bərabərdir. 3600'ü böləyin 24'ə. 180 çıx x bərabərdir. Buradan alarıq 150'yə. X də bərabər 180'dən 150 çıxsaq 30. Növbəti suala baxan 54-cü suala. Ümumiyyətlə, harada çətin suallar var, gətirib OTK sınağa salıbdır. D düz xətti A və B mərkəzi çevrələrə uyğun olaraq C və D nöqtələrində toxunur. Bəli, şəkil görünür. Deməli, AC 16, yəni birinci çevrənin diametri, radiusu 16, digərçi 6'dır. CD 24'dür. Bu çevrələr arasındakı ən qısa məsafəni tapın. Şəkil uşaqlar, bir dənə çəkim. Bəli, artıq şəkil çəkdik uşaqlar. Bizdən bunu ifadə buranı birləşdirsək uşaqlar. Belə bir trapez alırıq. Trapesiya oturacaqları AC ilə B, D'dir. Buradan bir paralel düz xətt çəkdik. Bura 6'dırsa, onda burada 6 olar. Onda uşaqlar, bura 10 qalar. Burada 24'dür təbii ki. Çünki CD ilə buradakı bu düz xətt paraleldir. 24'dür. Onda Fagor teoremindən biz AB'yi tapa bilərik. AB'nin kvadratı bərabərdir. Onun kvadratı üstələk 24'ün kvadratına. AB kvadratı bərabərdir. 100 üstələk 576 bərabərdir 676'ya. AB'yi alarıq 24 uşaqlar. Yox, 26 üzr istəyirəm. Bizdə də uşaqlar
Deməli, ən qısa məsafə bilirsiniz mi haradır? Bax, ən qısa məsafə bax buradır. Bax bizdə, bax buranı soruşur uşaqlar. Onda 26 da bizdən AB-dir. Demək, onda burada radius 16 buraydı. 6 da buraydı. Deməli, onda 16-dan 6-yı toplasaq 22, 26-dan 22-yi çıxsaq 4 milyar. Bəli, cavab 4 uşaqlar. Növbəti suala baxırıq. 55-ci sual, sonuncu sualımız. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa, X qəzetini oxuyanların sayını tapın. Deməli, X qəzetini oxuyanların sayı, məsələn, X qəzetini oxuyanların sayı, yəni NX, Y qəzetini oxuyanların sayının 4 mislidir. Yəni, Y qəzetini oxuyanların sayı, misal üçün, A olarsa, yaxud da M olarsa, X qəzetini oxuyanların sayı 4M'dir. Sonra nə deyir? Hər iki qəzeti oxuyanların sayı, yəni kəsişməsi, qəzet oxumayanların sayına bərabərdir. Bunların da sayı tutalım ki olsun, bir A olsun da. Necə dairə çəkən şey, bəlkə dairə ilə daha rahat baxa bilərik. Deməli, X qəzeti bu olsun, Y qəzeti bu olsun. Bunların hər ikisini oxuyanların sayını əvvəlcə buraya yazırıq. A. Onda X qəzetini oxuyanların sayı 4M olduğuna görə bura olar 4M çıx A. Burada da uşaqlar Y qəzetini oxuyanların sayı M olduğuna görə yalnız Y oxuyanların sayı M çıxaq A. Nə deyir? Hər iki qəzeti oxuyanların sayı, hər iki qəzeti oxuyanların sayı A-dır. Bu deyir, qəzeti oxumayanların sayına bərabər. Qəzeti oxumayanların sayı ümumi 80 nəfərdir də. Qəzeti oxumayanların sayı 80 çıxılmış, bunların hamısının cəmi. 4M çıx A, üstəlik A, üstəlik M çıx A-ya. Baxın, budur təmlik. A bərabər 80 çıxaq. Burada A-lardan ikisi islah oldu. Qaldı 3M. Qarşıdakı işarə də dəyişdi, üstəlik A. Burada nəşələr? A-lar islah olsa 3M bərabər 80. M-ə də alarıq. Yox, burada 3M eləmirdi. Bax, burada səhvimiz oldu. 4M ilə M-i toplayanda 5M elir. 5M. 5M bərabər 80, M-ə də alarıq 16. Bizə nə istəyir? X qəzetini oxuyanların sayını tapmışlar. X qəzetini oxuyanların sayı 4M-dir. 4-ü 16-ya vursaq 64. Bəli, cavab 64-dür.